Bunun üçün nə lazımdır? Şəxs 40 dəqiqə, 45 dəqiqə, yəni bundan yuxarı çıxmaq ehtiyacı yoxdur. Hətta artıq yüklənmə də olmaz. 40-45 dəqiqə ərzində aktiv idman eləmək lazımdır. Bura nə daxildir? Sadə hərəkətlər, oturub durmaq, uzanıb tərsinə pres eləmək, yəni uzanıb bir var adi pres, bədənin ön hissəsi qalxır. Buna ehtiyac yoxdur. Ancaq aşağı, bunu sonra izah eləyərəm, nə üçün buna ehtiyac yoxdur? Bədənin aşağı hissəsini, yəni ayaqları qaldırıb salmaq lazım. Qaldırıb buna tərsinə pres deyirlər. Bu tərsinə presin elə bir ki, bir neçə müsbət cəhətlər var. Mən bu barədə varikosel haqqında, varikoselin müalicəsi haqqında danışanda demişəm. Bu tərsinə pres eləyən zaman, yəni ayaqları qaldıran, əllər yerə dirənir, düz yerdə uzanırsan, ayaqlar qaldırılır. Bu zaman həm qarın presi möhkəmlənir, yəni əzələlər işləyir, qarın və bel əzələləri aktiv işləyir. Eyni zamanda ayaqları qaldırmaqla siz aşağı ətraflarda olan qanı və çanaqda olan qanı qarına doğru qoyursunuz, qarındakı venalara qoyursunuz. Bu, yəni qan dövranını yaxşılaşdırır çanaqda, kiçik çanaqda, ümumiyyətlə çanaq nahiyəsində qan dövranını yaxşılaşdırır. Eyni zamanda qarın presi əzələlərini işləməyə məcbur edir, bel əzələlərini işləməyə məcbur edir ki, bu əzələlərin də işləməsi həm piylənmənin qarşısını alır, həm əzələ işi nəticəsində testosteron əmələ gəlməsi artır. Ona görə tərsinə pres hərəkətindən geniş istifadə edin. Əlbəttə, burada belində yırtığı olan, qarın nahiyəsində, yəni qasıq yırtığı olan adamlar burada istisnadır. Göbək yırtığı olan adamlar istisnadır. Əməliyyatdan çıxmış adamlar istisnadır. Yəni bu hamı eləmək olmaz. Bunu eləyəndə bir həkimlə məsləhətləşmək lazımdır. Problemi olan adamlarla, təzyiqi yüksək olan adamlar, ürək problemi olan adamlara aid deyil. Sağlamlığı orta səviyyədə olub, yəni orta səviyyədə sağlam olan adamlar və mən dediyim problemi olmayan adamlar bu hərəkəti eləyə bilərlər. Oturub durmaq dedim, sonra nisbətən gənc nəsil tutaq ki, qaz yerişi eləyə bilər. Qaz yerişi də çox yaxşı bir hərəkətdir. Cinsi funksiyanı aktivləşdirmək üçün, yəni çanaq əzələlərini işlədir qaz yerişi. Prostat ətrafındakı əzələləri, kiçik çanaqdakı əzələləri işlədir və qan dövranı